şəhərin Xiyabani küçəsi 18 nömrəli evdə qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan Sənan İmranov polisə müraciət edərək yaşadığı evdən qızıl zinət əşyalarının oğurlandığı haqda məlumat verib. Rayon polis şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Sakit Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Törətdiyi əməli etiraf edən Sakit Əhmədov bildirib ki, qonşusu Sənan İmranova məxsus həyətdə ot bağlamasını, yanmasını fürsət bilərək onun evindən qızıl zinət əşyalarını oğurlayıb. Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan şəxsin əvvəllər də məhkumluq olub. Hazırda törətdiyi cinayət əməlinə görə Əhmədov Sakit Davudoğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur və barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. Zaqatalda bir oğlanın çaqqal dişləyib. Zaqatal rayon mərkəzi xəstəxanasına verilən məlumat